Axşamınız xeyir, həftə sonu həftənin əsas hadisələrinin şərhi ilə yenidən qarşınızdadır. Studiyada Vaqif Aydınoğlu'dur, əvvəlcə anonslar. Azərbaycanda baş verən zəlzələdən bir neçə gün öncə Amerikalı alimlərin verdiyi qorxulu proqnoz nəyə hesablanmışdı? Çox sayələr belə xalqı çaşdırmaq üçün müəyyən məqsədlər güdənlər var. Banklar avtomobil alıcıları ilə sözün əsl mənasında zarafat etdi. Neçədir avtomobil qiyməti? 10.000 manat. Deməli, bu avtomobili bazardan çıxarmaq istəyiriksə, onda zimmizdə gərək ən azı 8.000 manat olsun. 95 və 98 markalı benzini xaricdən almaq qərarı sürücüyə nə vəd edir? Hər halda xaricdən gəlsə çox təmiz benzin olacaq. Amma mən hələ düşünürəm ki, qiymətinə də təsir edir, bahalaşar. Almaniyada yaşayan türklər niyə geri vətənlərinə dönür? Bəyənmədiklərini nümayiş elətdirmələrinə baxmayaraq bu qayıdış almanları elə də sevindirmir. Əməkdaşımız Şahin Abbasovun Almaniyadan xüsusi araşdırması həftə sonunda. Həftə sonu təmas xəttinin ən qaynar nöqtəsində. Tərtərin Borsunlu kəndindəki hərbi mövqelərimizdəyik. Qarşıda düşmənin mövqeyi var və çox yaxındadır. Səndən qalan xatirə, milli qəhrəman Mübariz İbrahimovdan bu səngərdə daha hansı xatirə saxlanılır? Türkiyə, Əfqanistan və Pakistan liderləri Ankarada görüşdü. Görüşün ardından Əfqanistanda 65 dustağın azad edilməsi faktı ilə Birləşmiş Ştatlara hansı mesaj verildi? Dünya siyasətinin axınını dəyişən hadisə, İranda İslam inqilabının qələbə çalmasının 35-ci il dönümü qeyd olunur. Biz onu Cəfər Cabbarlı İrsinin araşdırmacısı kimi tanıyırıq. Yazıçılar Birliyinin üzvü Professor Asif Rüstəmli 60 yaşını qeyd edir. Zəlzələ, yerüstü zərbələr və yerin üst qatının titrəməsidir. Yola saldığımız həftə biz bu təbiət hadisəsinin qorxusunu yenidən yaşadıq. Ölkə silkələndi. Bu prosesi maraqlı edən məqamlardan biri isə oldu ki, zəlzələdən bir neçə gün öncə Amerikalı alimlər sanki bizi xəbərdar etdi. Bakı və Şamaxıda güclü zəlzələ gözləndiyinə dair xəbərlər verdilər. Adətən zəlzələni öncədən bilmək mümkün olmur. Elə isə bu xəbərlər nəyə hesablanmışdı və yaxud da Amerikalı alimlər bu proqnozu necə öyrənə bilmişdi? Yerin altında baş verənlər yerin üstündəkilərini də qorxuya saldı. Saatlıdan 41 km şimal-şərqdə Hacıqabul ərazisində magnitudası 5,7, dərinliyi isə 55 km qeydə alınan bu zəlzələnin baş verdiyi yer sakinlər kimi alimlər üçün də gözlənilməz oldu. Zəlzələnin baş verməsi ilə əhalinin zəlzələ haqqda kifayət qədər az məlumatlı olması bir daha sübut olundu. Belə ki, sosial şəbəkələrdə məqsədli və ya qeyri-məqsədli şəkildə tirajlanan müxtəlif zəlzələ proqnozları insanları bir müddət təşviş içində saxladı. Zəlzələdən 3 gün qabaq ABŞ-ın Massachusetts Texnologiyalar İnstitutunun alimlərinin Bakıda və Şamaxıda əhaliyə və neft infrastrukturuna, eləcə də regionun vəziyyətinə təsir etmə imkanında olacaq zəlzələnin baş vermə ehtimalını da nəzərə alsaq, insanlarda zəlzələ xofu biraz da artdı. Çox şayələr yayılır, çox şayələr belə xalqı çaşdırmaq üçün müəyyən məqsədlər güdənlər var. Yəni bu bir mənalıdır. Qaldı ki, zəlzələnin baş verməyi, zəlzələnin olmağı, yəni zəlzələ bu elə bir saniyələrlə olan bir məsələdir ki, ayın 10'unda olan zəlzələ 30 saniyə çəkdi. Birincisi, açığını deyim ki, o sahə heç o seismiklik cəhətdən aseismik bir zona kimi özünü göstərirdi. İlin əvvəlindən götürəndə, keçən ilin ortalarından götürən heç bir aktivlik yox idi orada. Görürsünüz, müəyyən o hərəkətlər nəticəsində hansı ki, necə deyərlər, gözlənilmədiyin bir yerdə belə bir də görürsən, hərdən bir zəlzələ də baş verir. Bu təbiət hadisəsini araşdırmaq üçün bəşər övladı uzun müddətdir ki, çalışır. Bu yöndə bir sıra elmi nailiyyətlər əldə olunsa da, dünyanın heç bir yerində zəlzələnin nə zaman, harada baş verəcəyi ilə bağlı dəqiq məlumat vermək mümkün deyil. Buna baxmayaraq, yerdaxili prosesləri öyrənmək üçün alimlər tərəfindən müxtəlif araşdırmalar aparılır. Biz hazırda Saatlı rayon ərazisində yerləşən unikal GPS stansiyasının ərazisindəyik. Bu stansiyanın özəlliyi ondan ibarətdir ki, gördüyünüz bu qurğular dünyanın ən dərin qazılmış quyularının birinin üzərində yerləşir. Bu quyunun dərinliyi nə az nə çox 8367 metrdir. Sadə mexanizm kimi görünməsinə baxmayaraq, bu GPS stansiya yer kürəsində baş verən horizontal prosesləri öyrənmək qabiliyyətinə malikdir. Yerin altını da üstünü də bilən bu cihazın unikallığı ondan ibarətdir ki, Amerika istehsalı olan GPS anteni
dünyanın qazılmış ən dərin quyularından birinin üzərində qurulub. Bu qurğu yerin daxilində baş verən prosesləri öyrənməklə yanaşı 32 Amerika, o cümlədən 20-dən çox Rusiya peykini izləyə bilir. Bunun xüsusiyyəti belə xüsusiyyətlərindən biridir. Bu bizi dəqiqliklə, millimetrlə dəqiqliklə bizə müşahidə olunan prosesi imkan yaradır. Məlumatlar toplanır. Sonradan da biz onu emal eləyirik. 3D proqramlarla biz xəritədə yerləşdiririk və göstərir ki, hansı istiqamətdə güclü zəlzələdən də qabaq, güclü zəlzələdən də sonra baş verən dəyişiklikləri qeyd eləyə bilirik. Yer kürəsinin daxili zaman-zaman geoloqlar tərəfindən tədqiq edilib. Bu tədqiqatlara əsasən yerin təkinə qazılmış quyular vasitəsilə aparılır ki, dünyamızda bu günə kimi qazılan ən dərin quyu Kola yarımadasındakı 15 kilometrlik tədqiqat quyusu hesab edilir. Rusiyanın Avropa hissəsinin şimal-qərbində Murmansk vilayətində yerləşən yarımadadakı quyu hələ Sovetlər dönəmində qazılıb. Bu quyuya paralel olaraq belə bir layihə Azərbaycanda da həyata keçirilib. Bu quyunun qazılma prosesində şəxsən iştirak edən Əhliman müəllim dünyada ikinci quyu olan bu quyunun saatlıda tikilməsinin səbəblərini açıqlayır. Onun sözlərinə görə bu yerin seçilməsinə səbəb bu coğrafiyanın dəniz səthindən olduqca aşağı olmasıdır. Quyunun sona çatdırılmamasına səbəb onun qazılması üçün lazım olan almazın çatışmamasıdır. Bu quyu da Kola yarımadasındakı quyu kimi 15 kilometrə qədər olacaqdır. 1977-ci ildən başladılar qazmağa. 1994-cü ildə məlum səbəblərə görə SSR dağıldı. O ilə də o fəaliyyəti dayandırıldı. Bak gördüğümüz bu indi GPS tipli ötürücü stansiya həmin o kolon başlığının üstündə quraşdırılıb. Deməli, stansiyanın özünün mənbəyi 3550 metrəyə qədər gedir. Təbiət insan zəkasından asılı olmayaraq özü-özünü tənzimləyən obyektiv varlıqdır. Bu prosesləri öyrənmək insan zəkasının hüdudlarını aydın şəkildə bizə göstərir. Sanki baş verən hər zəlzələdən sonra bizə yeni bir həyat və yeni bir fürsət verilir. Zəlzələ bizə həyatda olmaq və olmamaq arasındakı məsafənin çox az və qısa olduğunu xəbər verir. Aris Sarverdiyev, Ramin İsmailov, həftə sonu üçün. Həqiqətən də təbiətin sürprizlərinə hər zaman hazır olmalıyıq, çünki təbiət zarafatı sevmir. Bu həftə isə banklar avtomobil alıcıları ilə sözün əsl mənasında zarafat etdi. Belə bir xəbər yayıldı ki, ikinci əl avtomobillərin kreditlə satışı bərpa olundu. Əməkdaşlarımızın araşdırması maraqlı bir mənzərəni üzə çıxardı. Deməli, ən yaxşı halda banklar avtomobilin dəyərinin ancaq 20-30%-ni kreditləşdirə bilər. Çoxlarının gözlədiyi xəbər nəhayət ki açıqlandı. Bəli, bir ay yaxında avtomobillərin kreditlə satışına qoyulan qadağa nəhayət ki aradan qalxdı. Bilmirəm, bu xəbərə görə sizləri təbrik eləməyə dəyər yoxsa yox. Sən demə, bu necə deyərlər, icebergin sadəcə görünən tərəfi imiş. Çünki yeni xəbər gözləntiləri doğrultmadı. Əslində yaxşı xəbər gözləməyin özü də gülünc olardı. Zərərin ortasından qayıtmağın özü də qələbədir kimi düşünən banklar sözsüz ki öz səhvlərini özləri də düzəltməlidir. Bunun üçün ölkənin baş bankı tərəfindən kommersiya banklarına tövsiyə də olunmuşdu. Lakin problemin kökündə bu tövsiyədən çox xüsusi tapşırığa bənzədi. Az müddətə cəmiyyətdə sanki heç vaxt belə bir kredit növünün olmadığı kimi bir ab-hava formalaşdırıldı. Əl-qərəz, qərar qəbul olundu və avtomobillərin kreditlə satışına qadağa qoyuldu. Nəqliyyat sahəsini araşdıran ekspert Ərşad Hüseynov deyir ki, kommersiya banklarının avtomobil kreditinə qadağa qoyması 3 məqsədə xidmət edir. Birincisi, problemli avtomobil kreditlərinin böhran həddinə çatması səbəbindən. Vətəndaş çox həvəslə gəlir, o özünün gələcək maliyyə imkanlarını, maddi imkanlarını düzgün qiymətləndirə bilmir. Qəza törədəndə onu deyək ki, təmin eləsə də belə avtomobilin qiymət məsələ 50%-ə qədər düşür. Bank gəlir müəyyən edir ki, bunun heç bir dəyəri yoxdur. Yəni verdiyi kreditin o qalıq hissəsini geri almaq üçün bu avtomobilin satışından əldə edəcəyi məbləğ yetərli deyil. Paytaxtdakı avtomobil sıxlığını aradan qaldırmaq, ən pis halda vəziyyəti bugünkü səviyyədə saxlamaq da 3 məqsəddən biri hesab olunur. Hansı ki, Avro4 standartlarının tətbiqi də tıxac probleminə bununla paralel mübarizə aparacaq. Vəziyyətə nəzarət etmək üçün bu da köməkçi vasitə hesab olunur. Bunu
Bunu uşaq da başa düşür ki, bir ildən artıq sürülən avtomobilə ilkin ödəniş kimi ümumi dəyərin 80%-ni ödəmək kimi bariyer qoyulursa, buna baş aldatmaqdan başqa ad vermək gülünc səslənir. Bir sözlə, paytaxtda işlənmiş avtomobillərin sayını bütün çətinliklərə rağmen azaltmaq lazımdır. Ən azından 80% qalmalıdır, 20-25% hələ bir ilkin ödəniş olsa, qalanlar səhv elə, hamısına səhv elə. Ona heç kim getməz axı, 20%. 80%-i mən ödəyim, 20%-i bank verməlidir. Hələ o da hələ mən borclu qalaram da, maşını satana da. İşlənmiş maşını almaq əvvəl daha asan idi, amma indi gərək həmin avtomobilin 80%-ni ilk olaraq ödəyək. Neçədir avtomobil qiyməti? 10.000 manat. Deməli, bu avtomobili bazardan çıxarmaq istəyiriksə, onda cibimizdə gərək ən azı 8.000 manat olsun. Hazırki vəziyyətdə isə bazardan avtomobil çıxarmaq müşkilə çevrilib. Satıcılar indi bazara alıcıdan çox avtomobil krediti bərpa olunduğu xəbərini gətirəni gözləyir. Avtomobillərin sayını bir qədər azaltmaq lazımdır. Yəni insanları Azərbaycana daha çox avtomobil gətirmək və asan şərtlərlə, özü də riskli, risksiz və artıq onun sonraki hissəsidir. Bu bir balaca burada məhdudiyyət yaratmaq məqsədlərdən biri buydu. Yeni qərara görə maksimum qiyməti 30.000 manata qədər olan yeni avtomobil almaq istəyən ilk olaraq maşının ümumi dəyərinin 40%-ni ödəməlidir. 30.000 manatdan yuxarıdırsa faiz 50 olur. Ekspert yeni qaydaların vəziyyəti əksinə daha da pisləşdirəcəyini proqnoz edir. Artıq zərər çəkənlər yox, müəyyən gəlirləri azalanlar, avtomobil satışı ilə məşğul olan həm o xarici ölkələrin rəsmi dilerləri, həm belə deyək xırda sahibkarlar, bunlar olacaq. Deməli, burada sığorta şirkətləri də itirəcək. Yəni, təsəvvür edin ki, kreditə alınan bütün avtomobillər sığortalanırdı. Söhbət kasko sığortadan gedir. Çətinliklə qarşılaşan, lakin əslində udan tərəflərdən biri məhz gəlirini düzgün qiymətləndirməyib kreditə girən sadə vətəndaşlardır. Pulu ödəyə biləndir və götürürdü maşını ödəyə bilməyən. İndi yenə heç olmasa cəmaət fikirləşər də. Cəmiyyətdə təbliğat aparmaq lazımdır ki, bu avtomobil insan həyatının ayrılmaz atributu deyil. Məsələn, mənzil krediti ilə bağlı, buyur, riskli olsa da belə. Burada başa düşüləndir ki, insan normal yaşayış, amma avtomobil elə bir şeydir ki, insan avtomobilsiz də keçinə bilər. Bu məsələdə idman dili ilə desək 100%lik nəticə göstərən yeganə tərəf avtomobili lizinqə verən şirkətlər oldu. Amma bu da son deyil. Belə görünür, bu xəmir hələ çox su aparacaq. Sığorta şirkətləri, alıcılar, satıcılar, bir sözlə zərər çəkən tərəflər vəziyyətin müsbətə dəyişəcəyini ümidlə gözləyirlər. Nə bilmək olar? Ümid axı sonda ölür. Elvin Dəmirli, Atababa Vəliyev, Vüqar Xanlarov həftə sonu üçün. Əslində bu gözlənilən idi, çünki insanlar avtomobil almağı sanki mağazadan çörək almaq vərdişinə çevirmişdi. Xüsusilə də şəhərdə yaşayanlar üçün ictimai nəqliyyatın olduğu yerdə əlavə xərcə nə ehtiyac var? Vacibdirmi 3-5 manatlıq qazancınızı bankların soyğunçu kredit siyasətinə qurban verəsən? Qonşudan geri qalma təfəkküründən uzaqlaşsaq, görəcəyik ki, avtomobilsiz də keçinmək mümkündür. Həm də benzinin qiymətinin bahalaşacağına dair xəbərlərin yenidən gündəmə gəldiyi bir vaxtda. Düşünün, həm də onu düşünün ki, bundan sonra 95 markalı benzin xaricdən alınacaq. Bu maşını mən sürürəmsə, bu maşının məsləhət görülür 95 yanacaqla sürülsün. 92-93 tökəndə, belə yanacaqlar tökəndə maşında piraboyluq olur, çəkmə qüvvəsi azalır. Yəqin ki, bu xəbər əksər sürücüləri sevindirməyəcək, xüsusilə də bahalı və xarici avtomobillərin sükanı arxasında oturanları. Ölkəyə idxal olunan avtomobillərin sayının ili-ildən artması yanacağa olan tələbatı da artırır. Təkcə ötən il 100 mindən çox müxtəlif nəqliyyat vasitəsi gətirilib. Nəqliyyat vasitələrinin sayının artması benzinə olan daxili tələbatı hər il təxminən 10% artırır. Artıq Heydər Əliyev adına neft emalı zavodu benzinə olan tələbatı tam ödəyə bilmir. Dövlət Neft şirkətinin prezidenti Rövnəq Abdullayev bildirir ki, bu səbəbdən Azərbaycanda ayı 98 və ayı 95 benzininin azad satışının həyata keçirilməsi və ölkədə yalnız ayı 92 benzinin istehsal olunması təklifi hökumətə göndərilib. Hazırda bu təklif hökumətdən nəzərdən keçirilir. Heydər Əliyev neft emalı zavodu benzinin artımının artıq qarşısını ala bilmir. Bilirsiniz ki, Azərbaycanda tələbat 10-11% ildə artımla gedir. Çox misilsiz bir artımdır və heç bir zavod onu tab gətirəməz. Bu, yəqin ki, tələbat artıq
bu inkişaf var, tələbatı ödəyə bilmirik və ona görə bilirsiniz ki, biz müraciət etmişik ki, 98-95 benzinində Azərbaycanda azad satışını həyata keçirirsək ki, biz ancaq 92 benzin istehsal edək. Ölkədə benzinə olan tələbatı ödəmək üçün emal zavodlarında genişləndirmə işləri aparılacaq. Bu il ilk növbədə Qaradağ Qaz Emalı Zavodunun tikintisinə başlanılacaq. Bunun ardınca Qaz Kimya Zavodlarının tikintisinə start veriləcək. İşlər bu ildən başlayaraq 2023-cü ilə qədər davam edəcək. Bununla yanaşı zavodlarda böyük rekonstruksiya işləri aparılacaq ki, Azərbaycan 2023-2025-ci illərə qədər benzinə tələbatını ödəyə bilsin. 95 markalı benzinin abridor standartına uyğunlaşdırılması xeyli bahalıdır. Və təbii ki, bahalı olduğu üçün Dövlət Neft Şirkəti 95 nömrəli markalı benzinin istehsalında maraqlı deyil və eyni zamanda onun Avro 4, Avro 5 standartına uyğunlaşdırılması, xərclərinin çox olması həmin benzini ölkəyə idxal edilməsindən daha xərclidir. Bu baxımdan təbii ki, həm benzini ölkəyə idxal etmək daha səmərəlidir və bu baxımdan Dövlət Neft Şirkəti 92 markalı benzinin istehsalını davam etdirib, 95 və 98 markalı benzinin idxalını həyata keçirmək istəyir. Benzinlər isə xüsusən Mərkəzi Şərq Avropadan güman olunur ki, Rumıniyadan idxal olunacaq. İstehsalın dayandırılması nəticəsində benzin ölkəyə xaricdən idxal ediləcək. Ayı 95 markalı benzinə olan tələbat yerli istehsalın idxalına gətirib çıxaracaq. Məhz bu baxımdan artıq Nazirlər Kabineti ayı 92 və 95 markalı benzinlərin ölkəyə idxalına təcrid edilən aksis dərəcələrinin aşağı salınması ilə bağlı qərar qəbul edib. Hər halda xaricdən gəlsə çox təmiz benzin olacaq. Amma mən hələ düşünürəm ki, qiymətinə də təsir eləyər, bahalaşar. Biz giririk zapravkaya, deyirik 95 vurur. Biz heç bilmirik onlar onu hardan gətirir, hardan düzəldir. Özümüzdə hələ istehsal olunur benzin bahadır da, yəni qalxıb. Xaricdən gələndə deyəcəklər, yəni ondan da bahadır da, yəni oradan gəlir. Ayı 95 markalı benzin xaricdən idxal olunduğu üçün qiymətin qalxacağı ehtimalı böyükdür. Ayı 92 markalı benzinin qiymətində isə artım gözlənilmir. Qeyd edək ki, hazırda Ruminiyada Lukoil yanacaq doldurma məntəqələrinin yanacağın qiyməti növündən asılı olaraq 1 manat 40 qəpi ilə 1 manat 54 qəpi arasında dəyişir. Sokarda 1 manat 34 qəpi ilə 1 manat 52 qəpi, Rumıniyanın öz şirkəti olan Petrom yanacaq doldurma məntəqələrində isə 1 manat 36 qəpi və 1 manat 42 qəpi civarında dəyişir. Hər halda həmin ölkədən Azərbaycana idxal olunan yanacağın qiyməti 1 manatdan ucuz ola bilməz. Hələ yol xərcini nəzərə almırıq. Qeyd edək ki, hazırda 95 markalı benzin yanacaq doldurma məntəqələrində 80 qəpiyə təklif olunur. Tənzimlərin qiymətləri daha çox yerli istehsala aiddir və praktik olaraq o demək ki, 92 markalı benzinin qiymətində dəyişiklik olmayacaq. 92 markalı benzin Tarif Şurasının müəyyənləşdirdiyi qiymət üzrə, tarif üzrə satılacaq. Amma 95 markalı benzinin ölkəyə gətirilməsi və ölkə daxilində istehsal edilməməsi 95 markalı benzinin qiymətinə təsir göstərə bilər və güman olunur ki, əslində bu 95 markalı benzinin qiymətinin yüksəlməsinə gətirib çıxaracaq. Hazırda bəzi yanacaq doldurma məntəqələrində Avropa istehsalı olan yanacaq satılır ki, bunun da qiyməti 1 manatdan bahadır. Ölkədə yalnız ayı 92 markalı benzinin istehsal olunması nəticəsində yanacağın keyfiyyəti Avro 4 standartlarına uyğunlaşdırılacaq. Rumuniyada istehsal olunan yanacaq isə Avro 4-ə uyğundur. Bütün avtomobillər yəni bu instruksiyasında yazırsa bu 95 benzindən istifadə etsin. Əgər o 92 tökərsə ilk növbədə bunun bakından yanacaq çəninin tez dolmasına, sirkaların tez dolmasına səbəb olacaq, farsunkaların tez dolmasına səbəb olacaq və bu da heç bir yaxşı hal deyil mühərrik üçün. Yanacaq ölkəyə idxal olunacaqsa, aidiyyatı qurumlar onun keyfiyyətinə də nəzarəti gücləndirməlidir. Əksər sürücülər güc bəla ilə maşın alır ki, işlərini aşırsın. Digər tərəfdən də heç bir sürücü istəməz ki, günü usta yanında keçsin. Kərəm Ələsgərov, Atababa Vəliyev, Aygün Rəddinova həftə sonu üçün. Bax belə, avtomobil də elə onun işlətdiyi benzin də bizə Avropadan gəlir. Cazibədar Avropa. Əksəriyyətin yaşamaq üçün can atdığı yer. Amma sən demə, heç də belə deyilmiş. Məsələn, uzun illərdir ki, Almaniyada yaşayan türklər geri vətənlərinə dönürlər. Səbəbi isə heç də sıxışdırmaları deyil. Əməkdaşımız Şahin Abbasovun Almaniyadan xüsusi araşdırmasını təqdim edirik. Ötən ilin göstəricilərinə görə Almaniyada gəlmələrin sayı rəsmi olaraq 7,4 milyona çatıb. Məlumatı Wiesbaden Statistik Araşdırmalar İdarəsi verib. Bu, təxminən ölkə əhalisinin 10% deməkdir. Həmin idarənin verdiyi rəqəmlərə görə ötən il ölkəyə 282 min xarici vətəndaş gəlib ki, bu da 2012-ci ildən 4,1% çoxdur.
İlk baxışdan 4,1% böyük görünməsə də bu 1993-cü ildən bəri ən yüksək göstəricidir. Gələnlərin 80%-i artıq Avropa Birliyinə üzv olmuş ölkələrin payına düşür. Say hesabına görə sıralama isə belədir. Polşa, Rumıniya, Bulqaristan, Yunanistan, İspaniya, İtaliya və digərləri. Üçüncü ölkə vətəndaşları arasında isə Çin, Suriya, Hindistan və Rusiya liderlik edir. Əlbəttə, 7,4 milyon immigrantın əsas hissəsi yenə də türklərin payına düşür. Distatist mərkəzi bildirir ki, türklərin sayı ikinci və üçüncü yerləri bölüşdürən İtaliya və Polşalılardan 3 dəfə çoxdur. Ən maraqlısı isə bundan sonra başlayır. Başqa ölkə vətəndaşlarının sayı artdığı halda Almaniyada türklərin sayı azalmaqdadır. Və bu heç də onların Alman vətəndaşlığını qəbul etmələri ilə bağlı deyil. Türklər çoxlarının arzuladığı Almaniyadan geri dönürlər. Elə həmin mərkəzin verdiyi məlumatda deyilir ki, 2012-ci ildə Almaniyada türklərin sayı 2011-ci ildəkinə nisbətən 2% azdır. Türk mənbələri 2007-2012-ci illər arasındakı 5 ildə 193 min türkün Almaniyanı tərk elədiyini bildirirlər. Səbəb nədir? Alman millətçilərinin təzyiqimi? Bəyənmədiklərini nümayiş elətdirmələrinə baxmayaraq bu qayıdış Almanları elə də sevindirmir. Birincisi, gedənlər Alman təhsili almış gənc mütəxəssislərdir ki, onlara Almaniyanın özündə də ciddi ehtiyac var. İkincisi, qayıdanlar yaşlı nəsildir ki, onlar Türkiyəyə qayıtmaqlarına baxmayaraq Almaniyadan yüksək təqaüd almalarına davam edəcəklər. Üçüncü səbəb də var. Gedənlərin yerinə gələnlərdən Almanlar elə də məmnun deyirlər. Əlbəttə, bugünkü göstəricilərə görə gəlmələr sırasında türklər və ruslar dominantlıq edirlər. Amma ikincilərin sayı artdığı halda birincilər azalır. Təhsilini başa vuran gənc əvvəllər hər vəzlə Almaniyada qalmaq istəyirdisə, indi həvəslə Türkiyəyə dönür. Son illər iqtisadi inkişafda sıçrayış edən Türkiyə həmin gəncləri həvəslə qəbul edir və onlar asan tapdıqları iş yerlərində az qala Almaniyadakı qədər məvacib alırlar. Türkiye'deki iş imkanlarını, Türkiye'deki hayatı da biraz gördüm. Yani genel olarak da bakacak olursak buradaki gençlerin birçoğu Türkiye'ye şu anda çok büyük istek var. Türkiye'ye yerleşme gibi. İşte bunu bizim Young Müsait olarak yaptığımız İstanbul'da staj programında da görüyoruz ki İstanbul'da yaşamak ve orada bir çalışma imkanını bulmak için çok büyük istek var burada. Yani bunun nedenleri belki Türkiye'deki ekonomi, yeni ekonomi, işte Türkiye'deki hayat şartlarının gitgide düzelmesi öngörülebilir. Almanlar belə gəncləri ölkədə saxlamaq istəyirlər, amma Türkiyədə təklif edilən şərtlər heç də geri qalmır və belə də enerji ilə qaynayan gənclik günəşli Türkiyəni seçir. Türkiye'de önceleri eğer bir kişi hasta olursa bütün mal varlığını vermesi gerekiyordu. Sigorta sistemi yoktu ama artık şu anda öyle değil. Böyle bir şeye gerek yok. Almanya'dan daha iyi bir duruma getirdiler sağlık sistemini. Eğer hasta olursanız sigortalısınız ve hastaneye gidiyorsunuz. Bütün gerekli işlemler yapılıyor. Onun için bu önemli bir şey. Artı ekonomik anlamda da işte insanların belli bir birikimi varsa sağlığını halletti. Eğer burada da bir birikim varsa Türkiye'ye gidiyor ve orada artık o huzursuzluğunu telafi etmeye çalışıyor. Gələk azalmanın ikinci səbəbinə, yaşlı türklərin geri dönməsi. Burada hər şey aydındır. Alman hökumətindən yüksək təqaüd almaqda davam edəcək yaşlı türkün müsahibin də qeyd elədiyi tibbi sığorta təminatı varsa, ömrünün sakit illərini vətən olan Türkiyədə keçirməsi anlaşılandı. Yeri gəlmişkən bu ölkənin gözəl iqlimi yaşlı Almanları da cəlb eləyir. Almanlardan da emekli olup Türkiye'de yaşamak isteyen birçok insanı biz biliyoruz şahit. Hatta Antalya yakınlarında bir Alman köyü var. Orada bir köy oluşturmuşlar. Kendi gazeteleri var, kendi marketleri var. Bir yaşam köyü oluşturmuşlar. Onu da biliyoruz. Yaşamak için çok güzel bir ülkemiz var. Güneş. Qaydanlar bəlli oldu. Savadlı gənclər və yaşlılar. Bu heç də küçələrdə görməyə vərdiş elədiyimiz mənzərəni azaltmayacaq. Necə deyərlər, Almanların bəyənmədiyi təbəqə onsuz da qalır. Üstəlik gedənlərin yerinə gələnlər də gözləntiləri vermir. Almanlar tez-tez ölkəyə axışan, məsələn, işsiz Rumun Bolqar ordusundan narazılıq edirlər. Bütün hallarda uzun illər burada yaşayan, dili bilən türklə yeni gələnlərin fərqi hiss olunmaya bilməzdi. Şahin Abbasov, İna Paul, Aleksey Protasov, ATV-nin Qərbi Avropa Bürosu, Berlin. Qısa reklam fasiləsindən ayrılaq, amma əvvəlcə ikinci hissənin anonsları. Tərtərin Borsunlu kəndindəki hərbi mövqelərimizdəyik. Qarşıda düşmənin mövqeyi var və çox yaxındadır. Səndən qalan xatirə Milli Qəhrəman Mübariz İbrahimovdan bu səngərdə daha hansı xatirə saxlanılır? Türkiyə, Əfqanistan və Pakistan liderləri Ankarada görüşdü. Görüşün ardından Əfqanistanda 65 dustağın azad edilməsi faktı ilə Birləşmiş Ştatlara hansı mesaj verildi? Dünya siyasətinin axınını dəyişən hadisə. İranda İslam inqilabının qələbə çalmasının 35-ci il dönümü qeyd olunur.
Biz onu Cəfər Cabbarlı irsinin araşdırmacısı kimi tanıyırıq. Yazıçılar Birliyinin üzvü professor Asif Rüstəmli 60 yaşını qeyd edir. Bunlara bax, hamı çəkilib dala. Sərf eləmir axı. Sərf eləmir, keçsinlər Bakselə. Baksel'in sərfəli tarifləri ilə daim ünsiyyətdə olun. Baksel, Ulduzlar Ligasına qoşulun. Nömrənizlə Baksel'e keçin. Baksel, çempiyon! Baksel, çempiyon! Baksel, çempiyon! Baksel! Bu mənim atamdır. O çox güclüdür. O məni bir əli ilə qaldıra bilir. O bizi necə sevindirməyi yaxşı bilir. O çox çalışır. Çünki bizim aləmiz daha da böyüyür. En büyük arzulara da küçük addımlarla çatma olur. Yeni Həyat Şirkətlər Qrupu bank texnik dəstəyi ilə sizə sadələşmiş sənədləşmə əsasında 10% ilkin ödəniş, 10 il müddətinə və illik cəmi 10% ipoteka şərtləri ilə Park Azur yaşayış kompleksində arzularınızın mənzilinə qovuşma imkanı yaradır. Park Azur, yeni həyatı başlayaq. Hər gün nə isə sıfırla başlayırıq. Qələbələrə doğru ilk addımlar atırıq. Xoş xəbərlərə sevinirik. Yeni biliklər əldə edirik. Söhbətlərimizə də sıfırla başlayırıq. Nardan sıfır tarifi ilə kiçik bağlantı haqqı ödə və şəbəkə daxili 3 dəqiqə pulsuz danış. Tarifə qoşulmaq üçün 0 yaz 777-yə göndər. Söhbətə sıfırla başla. Liber Tibbi Turizm Mərkəzi İsraildə müayinə və müalicə təşkil edir. Ən son tibbi texnoloji nailiyyətlərin istifadəsində və siz olan İsraildə müalicə almaq, peşəkar həkimlərin nəzarətində olmaq istəyən hər kəs üçün indi əla fürsət var. Mərkəzimiz Uni Klinikanın binasında yerləşir. Ünvan Kazımzadə küçəsi 115. Əlavə məlumat üçün 012 510 8060 055 973 01 21. Liber, biz hamıya kömək edirik. Tamerlan uşaqlıqdan futbolla yaşayırdı. Bir gün televizorda Baksel'in yeni kampaniyası haqqında eşidəndə çox həyəcanlandı. Bu Tamerlan üçün böyük bir şans idi. Bizi Bakıya dəvət edəndə çox sevindim. Biz yarışlarda özünü yaxşı göstərən bacarıqlı uşaqları seçdik. Tamerlan da bunlardan biriydi. Sonra Baksel qalib gəlmiş uşaqları yay məktəbi düşərgəsinə qatılmaq üçün Manchesterə göndərdi. Mənə zəng etdiyi gün yadımdadır. Dedi ki, indicə Çiçaritanı görmüşəm. Onun səsini belə həyəcanlı hələ eşitməmişdim. Hələ də inanmıram ki, Manchester United oyuncuları kimi məşq edəcək. Ola bilsin Tamerlan, Azərbaycan futbolunun ulduzuna çevrildi. Ola bilsin onun arzusu futbolumuzun inkişafına təkan verdi. Bunu təsəvvür edə bilərsiniz. Biz edə bilərik. Baksel, təsəvvür et. Futbol üzrə yığma komandaların sponsoru. Mən onu rahatlığına görə seçirəm. Onun tezliyi məni heyrətləndirir. Etibarlılığına söz ola bilməz. Dəqiq və gecikmədən işləyir. Həm də gözəl səsi var. Kommunal xidmət, mobil rabitə, internet və bank ödənişlərini Emanat terminalında həyata keçirin. Rahatlıq və dəqiqlikdən faydalanın. Emanat, tez, etibarlı, rahat. Uşaqlığını xatırlayırsan? İstədiyindən daha artığını almaq. Gözlənilməz hədiyyələrə sevinmək. Hər an uşaq olmağın həyəcanını yaşamaq. Düşünmə ki, bu gözəl hisslər keçmişdə qaldı. Çünki indi də gözlədiyindən daha artığını ala bilərsən. Nardan 3'ü 1'ində tarifi ilə bol zəng, SMS və internet gündə cəmi 40 qəpiyə.
3'ü birində tarifi gözlədiyindən daha artıq. Yeni okuyum. Stilistlər uzun müddətli güzgü parlaqlığının sirrini bilirlər. Axı onlarda laminasiya üçün peşəkar vasitələr var. Yenilik Siyoz Glossing 10 günədək güzgü parlaqlığı. Salondan sonra olduğu kimi. Ən əsası Siyozu adi mağazadan almaq olar. Yenilik Siyoz Glossing. Peşəkar parlaqlıq artıq əl çatmaz deyil. Güzgü parlaqlığının fiksasiyası üçün laminasiya effektli Styling Siyoz Glossing tövsiyə edirik. Bizi fərqləndirən seçimlərimizdir. Seçimlər həyatımıza əyləncə və rəng qatır. Məhz buna görə NAR internet üçün geniş fürsətlər yaradır. 5 turbo internet paketindən özünə uyğun olanı seç. NAR turbo paketləri istədiyini seç. Halal olsun, əla alınıb. Bizim tarla. Etibarınız adımızdır. Düşmən qüvvələri cəbhədə atəşkəsi pozmaqla gərginliyi davam etdirir. Bu xəbərləri hər gün eşidirik və artıq adət etmişik. Yola saldığımız həftə çəkiliş qrupumuz atəşkəsin ən çox pozulduğu Tərtər istiqamətində təməs xəttində oldu. Burada əskərlərimizin hazırlıq səviyyəsi ilə yerindəcə tanış olduq. Ən çox atəşə məruz qalan Tapqaraqoyunlu və Borsunlu kəndlərindən də ən son görüntüləri görəcəksiniz. Tərtərin Borsunlu kəndindəki hərbi mövqelərimizdəyik. Qarşıda düşmənin mövqeyi var və çox yaxındadır. Yaxınlaşırıq bizimdir. Təmas xəttindəyik. Hər gün atəşkəsin pozulmasına dair verdiyimiz statistik xəbərlərin mənbəyində. Tərtərin Borsunlu ərazisində düşmənlə demək olar ki, ən yaxın mövqelərimiz yerləşir. Burada yaxınlıq orta hesabla 50 metr təşkil edir. Hal-hazırda mənim durduğum mövqedən sol tərəfimdə Tərtər rayonu, sağ tərəfimdə isə Ermənistan silahlı qüvvələrinin nəzarətində olan Azərbaycanın işğal altındakı əraziləridir. Çəkiliş apardığımız müddət ərzində Tərtərdə atəşkəsin pozulması hallarına dəfələrlə rast gəlirik. Düşmən dərhal cavab atəşi ilə susturulur. Məsafə nə qədərdir? Səndən qalan xatirə. Çəkiliş apardığımız mövqe Mübariz İbrahimovun xidmət etdiyi və vətənin yolunda şəhid olduğu postu. Burada onun çarpayısı, geyimləri və şəkilləri əziz xatirə olaraq qorunur, saxlanılır. Azərbaycanın milli qəhrəmanı Mübariz İbrahimov məhz bu ərazidən keçərək düşmənin diversiya qrupunun hücumunun qarşısını almaqla çox sayda düşmənin canlı qüvvəsini məhv edib və özü də qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikasının milli qəhrəmanı Mübariz İbrahimov postunda xidmət etdiyim üçün fəxr edirəm. Hər bir Azərbaycan vətəndaşı mən də öz borcumu yerinə yetirirəm. Mən Mübariz postunda qulluq etdiyim üçün özümə şərəfə qürur hissi duyuram. Atama, anama, qardaşıma hamısına salam göndərirəm və dostlarıma. Əskərlərimiz vətənin keşiyində ayıq-sayıq dayanır. Hər an döyüşə hazır vəziyyətdədir. Bizim əskərlərimizin döyüş hazırlığı çox yüksək səviyyədədir. Düşmən tərəfindən tez-tez atəşkəs pozulur. Bizim əskərlərimizin ayıq-sayıqlığı nəticəsində cavab atəşi ilə düşmən susturulur. Son 20 gündə düşmən tərəfindən atəşkəs bütün istiqamətdə pozulurdu. Biz düşmənə layiqli cavab vermişik. Göranboyun Tapqaraqoyunlu kəndindəki mövqelərimizə gəlirik. Tapqaraqoyunlu sakinləri atəş səsləri altında körpələrini böyüdür və dünyasını dəyişənləri son mənzilə yola salır. Evlərin divarlarını, giriş qapılarını bəzək əşyaları yerinə mərmilərin açdığı güllə izləri bəzəyir. Buna baxmayaraq vətənin keşiyində dayanan əskərlərimizə güvənərək onlar da əskərlərimiz kimi mətin dayanıblar. Kəndə gələr-gəlməz ermənilərin atəşkəsi pozması halı ilə rastlaşırıq. Düşmən cavab atəşi ilə dərhal və layiqincə susturulur. Hal-hazırda olduğumuz ərazi istənilən vaxt düşmənin iri çaplı pulemyotlarından və snayperlərdən atəşə tutula bilər və kənd sakinləri də günün istənilən saatında bu təhlükə ilə üz-üzədir və istənilən vaxtda kənd sakinləri, yəni Tapqaraqoyunlu kəndi və kəndin sakinləri atəşə tutula bilər və tutulur da. Bu son vaxtlar tez-tez atılır, gəlib düşür, evə də dəyər.
Bu darvazaya da dəyir. Hər axşam açırlar bunlar zaman. Hər axşam. Bax bugün bizimkilər ağışlarla ikisini buraxdı, ondan sonra satalım kəsdi. Sağ olsun Allah'ım, yaxşı qoyurlar bizi. İndi isə virtual olaraq düşmən səngərinin arxasına keçirik və qarşı tərəfdəki mövqələrin hansı formada yerləşdirilməsinin peyk görüntülərini təqdim edirik. Bu Goranboyun Tapqaraqoyunlu kəndidir. Bura düşmənin snayperinin hədəfində dayanaraq kəndin ətrafına çəkilən çəpərdən sakinlərlə söhbətə yollandığımız ərazi, bura isə Azərbaycan əskərlərinin mövqeyidir. İstiqaməti müəyyən edərək qarşı tərəfə keçirik. Bu, düşmənin mövqələrimizə atəş açdığı və əskərlərimiz tərəfindən iri çaplı pulemyotla susturulduqları səngərdir. Düşmənin səngəri buradan başlayır və dağların üstü ilə uzanıb gedir. Həmin səngərin arxasında Azərbaycan ordusunun gücündən qorxularaq qazılan daha bir səngər və düşmənin hərbi hissəsi görünür. Bu ərazi isə Tərtərin Borsunlu kəndindəki düşmənlə ən yaxın olan mövqələrimizdir. Və budur, düşmən üzərinə hücum. Kəşfiyyat tağımının əskərləri düşmənin əvvəlcədən müəyyən olmuş mövqelərinin üzərinə hücuma keçir. Düşmən çox sayda canlı itki verir. Düşmənin basqın siqnalına əsasən köməyə gələn hərbi avtomobilə qarşı dərhal pusqun əməliyyatı düzənlənir. Şücaətli əskərlərimiz düşmənin canlı qüvvəsini məhv edərək bir andaca avtomobili ələ keçirir. Tapşırıq yerinə yetirildi. Əskərlərimizin hər gün keçdiyi təlimlərdən biri də basqın pusqun mövzusunda olan bu təlim növüdür. Kəşfiyyat tağının əskərlərinin həyata keçirdiyi əməliyyat təlimi hücum xarakterlidir. Basqın qabaqcadan təyin olunmuş obyektlər üçün nəzərdə tutulub, pusqu isə düşmənin hücumda olan mövqeyini ləngitmək üçün nəzərdə tutulur. Biz bundan fəxr edirik ki, Azərbaycan Respublikasına xidmət edirik. Daim döyüşə hazır. Hay ver mənə, cənab leytinant. Xoş müjdəli bir savaşdan hay ver mənə, cənab leytinant. Cənab leytinant, inanırıq ki, tezliklə növbəti sujetimizi düşmən tapdağından azad olunmuş torpaqlarda hazırlayacağıq. Ülviyə Zülfüqar, Mürəziz Mürəvoğlu, həftə sonu üçün Tərtər, Goranboy. Regionda maraqlı hadisələr baş verir. Türkiyə, Əfqanistan və Pakistan liderləri Ankarada görüşdü. 2007-ci ildən bu yana ilk dəfə idi ki, liderlər bir araya gəlirdi. 7 ildir ki, Ankara Kabil ilə İslamabad arasında narazılığı aradan qaldırmaq üçün vasitəçilik edirdi. Amma bu dəfə Çankaya köşkündə məqsəd həm Əfqanistanla Pakistan arasında gərginliyə son qoymaq, həm də müsəlman birliyini yaratmaq idi. Bu görüşün ardından Əfqanistanın Baqram həbsxanasından 65 dustağın azad edilməsi Birləşmiş Ştatlara da bir mesaj oldu. Türkiyə, Əfqanistan və Pakistan liderləri 2007-ci ildən bu yana ilk dəfə idi ki, bir araya gəlirdi. Həmin ilə qədər Ankara, Kabil ilə İslamabad arasında narazılığı aradan qaldırmaq üçün vasitəçilik etmişdi. Amma bu dəfə Çankaya görüşündə məqsəd həm Əfqanistanla Pakistan arasında gərginliyə son qoymaq, həm də müsəlman birliyini yaratmaq idi. Türkiyə prezidenti Abdullah Gülün Əfqan həmkarı Həmid Karzai ilə görüşdüyü bir vaxtda baş nazir Rəcəb Tayyib Ərdoğan Pakistanlı hökumət başçısı Nəvaz Şəriflə görüşündə birliyin əhəmiyyətindən danışırdı. Bundan sonra dörtlük bərabər şəkildə müzakirələrə başlayıb. Türkiyə, Əfqanistan və Pakistan arasında tarixi əlaqələrə toxunan liderlər bir çox sahələr üzrə üç tərəfli əməkdaşlığın vacibliyini qeyd ediblər. Yekun bəyannamədə terrorçuluqla mübarizəyə xüsusi yer ayrılıb. Qeyd olunub ki, terrorun istənilən forma və təzahürlərinə qarşı Ankara, İslamabad və Kabil birgə mübarizə aparmaq barədə üzərinə öhdəlik götürür. Amma son vaxtlara qədər terrorla mübarizə məsələlərində Amerika Birləşmiş Ştatlarının iştirakını nəzərə alsaq, Vaşinqtonun bu görüşə dəvət olunmaması kifayət qədər ciddi mətləblərdən xəbər verir. Bu o deməkdir ki, nə Kabil, nə də İslamabad terrorla mübarizə məsələlərində Birləşmiş Ştatların səmimi rol oynayacağına inanmır. Səbəblərini izah eləyək. Bir neçə il əvvələ qədər Amerika terrorla mübarizə sahəsində Pakistanın vacib tərəfdaşı hesab olunsa da, Vaşinqton bu məsələdə İslamabadın maraqlarını nəzərə almayıb. Pentagonun pilotsuz təyyarələri dəfələrlə Əl-Qayda və Taliban silahlarına qarşı əməliyyat adı altında Pakistan ərazilərini bombalayıb və nəticədə bəziləri terrorçu olmaqla minlərlə dinc insan həlak olub. Vəziyyət o həddə çatır ki, Ağ Ev İslamabad yaxınlığında Üsama Bin Laden adlandırdıqları şəxsə qarşı əməliyyat təşkil edir, amma bu barədə Pakistan rəhbərliyinə öncədən heç bir məlumat vermir. Bütün bu faktlar Vaşinqtonla İslamabad arasında tərəfdaşlıq yox, ziddiyyətdən xəbər verirdi. Əfqanistan hakimiyyəti də Birləşmiş Ştatlara inanmır.
Bunun bariz nümunəsidir ki, Amerika hərbçilərin 2014-cü ildən sonra Əfqanistanda saxlanılması barədə Kabilə təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq adlanan sənədi imzalamağı təklif etsə də, Prezident Həmid Karzay bu razılaşmadan qəti şəkildə imtina edib. Əfqan dövlət başçısının Amerikalılardan narazılığını sübut edən kifayət qədər dəlilləri var. Karzay dəfələrlə bəyan edib ki, Əfqan hökuməti terrorçu Taliban hərəkatına qarşı mübarizə apardığı bir vaxtda Vaşinqton Talibana dəstək verib. Hətta Amerikanın yüksək rütbəli generalları ilə Taliban komandirləri arasında gizli görüşlər də keçirilib. Elə buna görə idi ki, Kabil taliblərin fəaliyyətinə son qoymaq üçün qəti tədbirlərə əl atdığı bir vaxtda Ağ Ev Əfqan hökumətinə Talibanla dialoq təklif etmişdi. Narazılıq bununla yekunlaşmır. Amerika əskərlərinin Əfqanistana nəzarət etdiyi müddətdə bu ölkədə narkotik istehsalı əvvəlki illərlə müqayisədə dəfələrlə artıb. Halbuki azalmalı idi. Demək, narkotik vasitələr hərbi mundir altında daha rahatlıqla daşınırmış. Amerikalı hərbçilərin Əfqanistanda sabitliyi qorumaq əvəzinə dinc insanlara qarşı amansız davranışları da təkzib olunmaz faktlardır. Məsələn, 2012-ci ilin martın 10-da Robert Bales adlı Amerika hərbçisi Qəndahar vilayətində bir kəndə girərək aralarında 9 uşaq və 3 qadın olmaqla 16 dinc insanı qətl yetirib. NATO təyyarələri dəfələrlə dinc insanların yaşadıkları binaları hədəf alıb. Terrorçu adı altında minlərlə gənc həbs olunaraq ağlasığmaz işgəncələrə məruz qalıb. Bagram həbsxanasında minlərlə belə cinayətin izi var. İndi Əfqanistan rəsmiləri düşünür ki, zamanı geri qaytarmaq vaxtı artıq çatıb. Hakim dairələr Bagram həbsxanasından 65 dustları azad etməklə Birləşmiş Ştatlar üçün xoş olmayan bir sürpriz eləyib. Cəza çəkmə müəssisəsini ötən il koalisiya qüvvələrinin nəzarətindən təhvil alan Kabil bəyan edib ki, buraxılan şəxslər barəsində kifayət qədər dəlil yoxdur və onlar bu müddət ərzində həbsxanada haqsız yerə saxlanılıblar. Lakin Əfqan dairələrinin addımı gözlənildiyi kimi Birləşmiş Ştatlarda ciddi narazılıqla qarşılanıb. Amerikanın Əfqanistandakı səfirliyi bəyan edib ki, sərbəst buraxılanların böyük əksəriyyəti Taliban, Əl-Qaidə və digər terror təşkilatlarının üzvləridir və onların əli koalisiya qüvvələrində xidmət edən hərbçilərlə yanaşı yerli əsgərlərin də qanına bulaşıb. Hər halda Bagram həbsxanasından günahsız məhbusların azadlığa buraxılmasının Türkiyə, Əfqanistan, Pakistan üçlü zirvədən dərhal sonraya təsadüf etməsi diqqət çəkir. Şübhəsiz ki, belə bir qərar liderlərin görüşündə əldə olunub. Türkiyənin də Birləşmiş Ştatlara qarşı çıxmasının səbəbi elə Vaşinqtona olan inamsızlıqdır. Ağ Evin Misirdəki hərbi çevrilişdə pay sahibi olması, Suriya münaqişəsinə loyal münasibət göstərməsi və bütün bunlar bir yana, ötən ilin dekabrın 17-sində keçirilən böyük rüşvət adı altında əməliyyatın Amerikadan qaynaqlanması Ankaranın Vaşinqtondan üz çevirməsinə səbəb olub. İndi Türkiyədə hesab edirlər ki, beynəlxalq proseslərdə Qərbin sürpriz hücumlarından sığortalanmaq üçün ən doğru addım müsəlman birliyini yaratmaqdır. Bəxtiyar Xətolayev, həftə sonu üçün. İranda İslam inqilabının qələbə çalmasının 35-ci il dönümü qeyd olunur. Bu inqilab əslində dünya siyasətinin axınını dəyişən bir hadisə oldu. Bununla da Qərbin bütün dəyərlərini özündə birləşdirən şah rejimi yerini İslami dəyərlərin hakim olduğu yeni bir sistemə təhvil verdi. İranda İslam inqilabının qələbə çalması 20-ci yüzilliyin ən ciddi hadisələrindən biri olmaqla bütün dünya üçün tarixi önəm kəsb edirdi. Karbohidrogenlərlə zəngin və yüksək texnologiyalara malik bir ölkədə möhkəm dayaqlar üzərində İslam hakimiyyətinin qurulması təkcə müsəlman aləmində deyil, bütün dünya siyasətinin arxitekturasını da dəyişmiş oldu. İranın sonuncu şahı Məhəmməd Rıza Pəhləvi 1941-ci ildə hakimiyyətə gələrkən İngilis və Sovet qoşunları da eyni vaxt ölkəyə daxil olmuşdu. Bütün hakimiyyəti dövründə İranı radikal şəkildə qərbləşdirən Pəhləvi xarici siyasətdə bir mənalı olaraq Amerika Birləşmiş Ştatlarına meylənirdi. Qərb dəyərlərinə baxmayaraq ölkədə rejimə qarşı istənilən müxalif çıxışlar monarxiyanın xüsusi xidmət və digər güc strukturları tərəfindən amansızlıqla yatırılırdı. Ölkə həbsxanalarındakı yüz minlərlə siyasi məhbusun taleyi də yalnız şahın iradəsindən asılı idi. Monarxiyaya xüsusi təhlükə isə İslam alimlərindən, ruhanilərdən gəlirdi. Çünki Məhəmməd Rıza Şahın ölkədə Ağ İnqilab adını almış İranı Avropalaşdırma siyasəti xüsusilə əhalinin dindar təbəqəsi tərəfindən bir mənalı olaraq qəbul edilmirdi. Şahın ən qatı əleyhdarı isə Qum şəhərindən olan Ruhullah Xameyni idi. O Pəhləvilərin qərb yönümlü daxili və xarici siyasətini İran xalqına yamaq hesab edirdi. Nəhayət tənqidlərə dözməyən şah 1963-cü ilin iyununda Xameynini həbs etdirir və buna etiraz olaraq ölkənin kütləvi ixtişaşlar başına götürür. Güc strukturları tərəfindən aksiyaların zorla dağıdılması zamanı isə yüzlərlə insan həlak olur. Bir müddət ev dustağı olan Xameyni sonradan ölkədən sürgün edilir. Mühacirətdə də siyasi mübarizəsini dayandırmadan
qaldırmayan İmam Xameyni sonradan İslam Respublikasının əsas təmal prinsiplərinin əks olunduğu kitabını, İslam dövlətçiliyi siyasi traktatını hazırlayır. Kitabları və çıxışları yazılan video və audio vəsaitlər qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilərək məscidlərdə oxunur, əhali arasında yayılırdı. Bu arada İranda baş verən bir sıra arızalı sosial-siyasi hadisələr, məsələn, ölkədə quraqlıq ucbatından azlıq və inflyasiyanın görünməmiş həddə çatması onsuz da narazı olan kütlələrin səbir kasasını doldurmuş oldu. 70-ci illərin sonuna yaxın İranda güclü inqilab fırtınasından duyuq düşən şahın Amerikalı və İngilis müşavirləri ona bir müddət repressiyaları səngitməyi, sərt cəza tədbirlərindən qaçmağı və siyasi dustaqları buraxmağı tövsiyə etdilər. Amma köklü siyasi islahatlara ehtiyac duyan bir ölkədə bunlar təbii ki, fırtınadan yayınmaq üçün yetərli ola bilməzdi. Nəhayət 1978-ci ilin yanvarında dövlət qəzetlərindən birində İmam Xameynini aşağılayan yazıya etiraz olaraq Qum şəhərində tələbələrin etiraz aksiyasının güllavaran edilməsi oxu yayından çıxardı. İranın iri şəhərlərini etiraz aksiyaları bürüdü. Ayrıca ölkənin iri istehsal obyektləri, eləcə neft sənayesində çalışan fəhlələr işi dayandırdılar. Beləcə 1978-ci ilin noyabrında İranın iqtisadiyyatı demək olar ki, çöktü. Bu zaman müttəfiqlərindən yardım istəsə də, Pəhləviyə qərbdəki himayədarlarından heç bir dəstək gəlmədi. Nəhayət ölkədə hərbi vəziyyət tətbiq edildi. Amma bu da şahı xilas etmədi. Belə ki, paytaxt Tehranın küçələrində 3 qadın olmaqla 90-a yaxın insan polisin açdığı atəş nəticəsində həlak oldu. Qəzəblənən xalqın qarşısına duruş gətirə bilməyəcəyini görüncə, şah hakimiyyəti baş nazir Bəxtiyara həvalə edərək 1979-cu ilin yanvarın 16-sında ailəsi ilə birlikdə İrandan qaçmalı oldu. Mən səhhətimlə əlaqədar müəyyən müddətdə ölkəni tərk edirəm, amma vəziyyəti şəxsi nəzarətimdə saxlayacağam. Hakimiyyəti əldə saxlaya bilməyəcəyini görən Bəxtiyar isə şahdan sonra kütlələrin rəğbətini qazanmaq üçün mühacirətdə olan İmam Xameynini ölkəyə dəvət etdi. 15 illik sürgün həyatından sonra fevralın 1-də ölkəyə dönən Xameynini milyonlarla insan böyük ruh yüksəkliyi ilə qarşıladı. Ölkəyə döndükdən sonra İmam baş nazir Bəxtiyarın milli birlik hökumətinin yaradılması təklifini rədd edərək hökuməti özü formalaşdırmağa başladı. Nəhayət şahın ölkədəki son əlaltıları da qaçaraq Avropaya sığındıqdan sonra inqilab tam qalib gəldi və xalq referenduma gedərək bütün dünyaya İran İslam Respublikasının qurulduğunu elan etdi. İslam inqilabının qalib gəlməsi və monarxiyadan respublikaya keçid İran cəmiyyətinin tərəqqisində əsas rol oynayan siyasi, sosial, iqtisadi problemləri həll etməklə tam yeni cəmiyyət yaratdı. Beləcə müasir İran dünya tarixinə müsəlman aləmində İslam hüquqi cəmiyyəti yaratmış ilk dövlət kimi daxil oldu. Bəs İslam inqilabı İran xalqına nə verdi? Bu haqda saatlarla danışmaq olar. Amma qısaca xatırladacaqlarımız da müasir İran haqda kifayət qədər yetkin təsəvvür yarada bilər. Bu illər ərzində İran İslam Respublikasının xüsusilə elm sahəsində əldə etdikləri diqqəti çəkir. Bu da təsadüfi deyil. Çünki inqilabdan əvvəl ölkə ərazisində yalnız 223 ali təhsil müəssisəsi fəaliyyət göstərirdisə, hal-hazırda bu göstərici 1500-dür. Bu gün İranda ali təhsil alan tələbələrin ümumi sayı 2 milyon 400 nəfərə çatır ki, bu da inqilabdan əvvəlki rəqəmlə müqayisədə 20 dəfə çoxdur. İnqilabdan əvvəl İranda qadınlar arasında savadlılıq dərəcəsi 35% təşkil edirdisə, indi bu rəqəm 80%-ə çatır. İran İslam Respublikası hal-hazırda bir çox elm sahələrində, xüsusilə tibb, atom enerjisi, nanotexnologiya, biotexnologiya və digər strateji sahələrdə özünün inkişaf mərhələsinə qədəm qoyub. Qərb dövlətlərinin uzun müddət iqtisadi blokadalarına və təzyiqlərinə baxmayaraq, İran İslam Respublikası öz mütəxəssisləri hesabına artıq nüvə texnologiyasına malikdir və uranın zənginləşdirilməsi proqramını davam etdirməklə nüvə yanacağı istehsalına nail olub. Hazırda ölkə nüvə enerjisindən tibb, əkinçilik və sənayedə istifadə etməkdədir. İran digər sahələrlə yanaşı hava və kosmik sənayedə də mühüm və parlaq nailiyyətlər əldə edib. İran İslam Respublikası kosmosa öz peşini çatdıran və bunun üçün kosmosa öz raketini göndərən hazırda nadir ölkələrdən biridir. Bu gün ölkədə qırıcı təyyarələr, uzaq hədəfləri dəqiqliklə vuran raket və döyüş gəmiləri istehsal edilir ki, bu da müasir İranın hərbi müdafiə sənayesinin qüdrətindən xəbər verir. Hazırda İslami dəyərlər, liberallaşma kursunu tutan İran İslam Respublikası böyük islahatlar yolunda uğurla addımlayır. Azərbaycanın xarici siyasətində cənub qonşusu olan İran İslam Respublikası ilə münasibətlərin tənzimlənməsi hər zaman başlıca istiqamətlərdən olub. Çünki İran Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən biridir. Amma 90-cı illərin əvvəllərində İranla münasibətlərdə müəyyən sərinlik yaransa da, milli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişindən sonra İranla münasibətlər yeni mehriban qonşuluq və əməkdaşlıq mərhələsinə qədəm qoydu. Ümumiyyətlə isə maraqlı faktdır ki, Azərbaycan və İran münasibətlərində müxtəlif dövrlərdə anlaşılmazlıq və fikir ayrılıqları baş versə də, hər iki tərəfin rəsmi dairələri münasibətləri qoruyub saxlamağı bacarıblar və hakimlərin isə ara vurma siyasəti mətbuat səhifələrindən o tərəfə keçə bilməyib. Yəqin ki, bu da hər iki dövlətdə yaşayan xalqların ortaq mədəniyyətə, dini ədəbi dəyərlərə malik olması, ağır günlərdə bir-birinə arxa durmaları ilə əlaqələndirilə bilər. Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal olunan zaman Azərbaycanlı qaçqınlara ilk yardım göstərən də məhz İranın müvafiq komitələri olmuşdur. Buradan beynəlxalq nüvə qalmaqalı ucbatından İrana iqtisadi sanksiyalar və hətta hərbi müdaxilə ajitajı zamanı rəsmi Bakı bunun əleyhinə çıxmış və öz ərazisindən İrana qarşı hərbi hücumlara yol verilməyəcəyini bir mənalı şəkildə bildirmişdi. Görünür, hər iki dövlət arasında münasibətlər sağlam təməllər və dərin mənəvi köklər üzərində möhkəm qoyulduğundan bu gün də İranla Azərbaycan
arasında münasibətlər üçüncü tərəfdən asılı olmadan dinamik inkişaf edir və siyasi qalmaqallardan, sınaqlardan üzaq çıxır. Unutmaq olmaz ki, polietnik tərkibə malik İranda digər xalqlarla yanaşı Azərbaycanlılar da yaşayır və bu ölkənin inkişafı ərazi bütövlüyü üçün yeri gələndə canlarından belə keçirirlər. İran-ı İslamidə Türk'te Fars kimin, Fars'ta Türk kimin birbiriyle koyun cümle tamam olsun. Erdelirem İran-ı İslami'de Fars'ta Türk kimin, Türk'te Fars kimin, hami İraniydi, Müslümandı, birbiriyle kardeşti. Vüqar Bektaş, həftə sonu üçün. Mənim həyat fəlsəfəm insan mədəniyyətinə, mənəviyyatının zənginləşməsinə xidmət etməkdir. İnsanın kamilliyinə xidmət göstərməkdir deyən Yazıçılar Birliyinin üzvü professor Asif Rüstəmli 60 yaşını qeyd edir. Biz onu Cəfər Cabbarlı irsinin araşdırmacısı kimi də tanıyırıq. Kimdir müqəssir? Yaşadaraq öldürən, öldürərək yaşadan, sevərək parçalayan, parçalayarak sevən, Səfillər Padşahı Oktay Eloğlu mu? Ya əski mühütün gülünç heykəli mi? Ya Alman dahisi Schiller özü mü? Düşünək, kimdir müqəssir? Bu ifadələr Cəfər Cabbarlının Oktay Eloğlu piyesindəndir. Əlbəttə sənətkarın məqsədi teatrın səhnədə necə yaranmasını əks etdirməkdir. Sənət fədaisi olan Oktayın, Aydının, Sevilin, Almazın həyatını öyrənmək bugün 60 yaşını qeyd edən professor, Yazıçılar Birliyinin üzvü olan Asif Rüstəmliyə qismət olub. Yoxsul bir kəndli ailəsində dünyaya göz açan Cəfər Cabbarlının tez sönmüş ömrünü Asif Rüstəmli bugün də araşdırır. Həyat fəlsəfəniz nədən ibarətdir? Mənim həyat fəlsəfəm insan mədəniyyətinin, mənəviyyatının zənginləşməsinə xidmət etməkdir. İnsanın kamilliyinə xidmət göstərməkdir. İnsanın ucalığına xidmət göstərməkdir. 60 yaşa qədəm qoyursunuz. Ümumiyyətlə bu illər sizə nə verdi? 60 deyəndə və bu 60 yaşdan arxaya boylananda həyatımın bütün məqamları mənim üçün unudulmazdır. Mən ömrümdə elə bir kənd məktəbindən bu cür elm məbədinə qədər ki yolu ömrümün ən işıqlı, şərəfli yolu hesab edirəm. Onun adı gələndə görkəmli klassikimiz yada düşür. Bildiyimiz kimi siz ömrünüzün 20 ilini Cəfər Cabbarlı yaradıcılığına həsr eləmişsiniz. Ümumiyyətlə bu yaradıcılığı araşdırmaq sizə nə verdi? Başqa formadan da, rakustan da baxmaq istəyərdim. Mənə nə vermədi? Əlbəttə, orada o zamanları sırf tədqiqat nöqteyi nəzərdən yox, özümü narahat edən suallara cavab axtarmaq nöqteyi nəzərindən Cəfər Cabbarlının əsərlərini oxudum. O mənə kifayət etməyəndə arxivə üz tutdum. Cəfər Cabbarlı çox ailəcanlı bir insan olub, özünün gənc olmasına baxmayaraq 30-cu ildə onun qızı Gülara dünyaya gəlib. Bu günləri Gülara xanım Cabbarlının bildiyiniz kimi 84 yaşı var. Və hələ körpə ikən Cəfər Cabbarlı bir növ layliyə bənzər onun beşiyinin başında oxuduğu şeirin əl yazmasına arxivdə rast gəldim. Şu al əlvan tacı bən dörd yanından düzərim. Beşiğin hər tərəfin güllər ilə bəzərim. Uyğusundan oyanıb görəcək al çiçəkli, sevinib əylənəcək, olacaq şad ürəkli. Yoxsul kəndli ailəsində dünyaya göz açan Cəfər Cabbarlı yaşadığı dövrün cəmiyyətindən nə istəyirdi? Cəfər Cabbarlı mənə elə gəlir ki, yaşadığı dövrün və mühitin bütün məqamlarına son dərəcə yaxşı bələd idi. Cəfər Cabbarlı özünün o ziyalı, özünün o həmkarları ilə, qələmdaşları ilə ilk növbədə çalışırdılar ki, bu qaranlıq mühitə işıq salsınlar, işıq gətirsinlər. Və bəzən bu işığı onlar əsərlərində obrazların dili ilə deyirdi, bəzən şeirlərinin dili ilə deyirdi. Az müddətdə
qüdrətli Azərbaycanın görkəmli sənətkarına çevrildi. Deyirlər, Viktor Hugo olmasaydı dünya ədəbiyyatı çox cılız görsənərdi. Cəfər Cabbarlı Azərbaycan ədəbiyyatında olmasaydı, Azərbaycan ədəbiyyatı nə qədər cılız görünərdi. Cəfər Cabbarlı təfəkkürünün Azərbaycan ədəbiyyatında, mədəniyyətində, incəsənətində yeri kifayət qədər yüksəkdədir. 17-ci ilə qədər yazdığı və Əlyazmalar İnstitutunda saxlanılan bir dəftərçəsində qeyd edib ki, öz dilimizin ən kobud sözü başqa dillərin, özgə dillərin ən gözəl sözlərindən üstün tutulmalıdır. Azərbaycan səhnəsinə ucalıq gətirdi, ləyaqət gətirdi. Cəfər Cabbarlı yaradıcılığında realizm, romantizm, sentimentalizm, hətta qeyd olunur ki, sosializm belə orada özünü göstərirdi. Adlarını çəkdiyiniz üslublarda Cəfər Cabbarlı yaradıcılığının ayrı-ayrı nümunələri öz təzahürünü tapıb. Yəni bu inkar edilməzdir. Oktay Eloğlu əsərində belə deyək ki, qeyd edir ki, müqəssiri axtarmağa çalışırdı. Sizcə kim idi müqəssir? 22-ci ildə yazdığı Oktay Eloğlu əsəri əslində başqa formada desək, Hüseyin Ərəbli obrazını yaratmışdı. Əslində günahkar kimdir? Konkret burada tamaşaçını kiməsə ünvanlanmaqdan söhbət getmir. Əslində bütövlükdə cəmiyyət günahkar idi. Cəmiyyətin geri qalması günahkar idi. Cəfər Cabbarlının sözləri ilə desək, yaşayırsansa yaratmalısan, ey insan. Siz artıq 60 yaşa qədəm qoyursunuz. Hal-hazırda nə hiss edirsiniz? 9 kitabın müəllifiyəm. 200-dən yuxarı elmi və publisistik məqalələrin müəllifiyəm. Bir 15 tərtib kitabım var. Bunlar yəni həmin illərin izləridir. Çox qəribədir. Mən də əlbəttə qəlbən mən özümü çox gənc hesab edirəm. Nigar İsmail qızı Rami Şahbazov, İlkin Mehdiyev həftə sonu üçün. Belə, bu həftəlik bizdən bu qədər. Çalışın növbəti həftə sonunda bizimlə keçirin, çünki biz sizə olanları göstəririk. Salamat qalın.